Ölkə prezidentinin fərmanına uyğun olaraq bugündən özəl baytarlıq xidməti istifadəyə verilir. Bu xidmətlə dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsinin 1624 sahə baytar həkimi bu xidmətlərdən yararlana biləcəklər. Sentyabrın 1-dən bu ilin sonunadək sahə baytarları mərhələli şəkildə əmək müqaviləsi ilə deyil, dövlətlə xidmətin müqavili ilə fəaliyyətə başlayacaq. Baytarlarla ilk müqavilə özəl baytarlıq, fermerə təkmil, rəqabətli və səmərəli xidmət mövzusunda keçirilən konfransda imzalandı. Əsas məqsəd baytarlıq xidmətinin strukturunu bazar iqtisadiyyatının tələbinə uyğun şəkildə qurmaq, heyvandarlıqla məşğul olan fermerlərin daha səmərəli baytarlıq xidmətinə çıxışını təmin etməkdir. Daha keyfiyyətli baytarlıq xidmətinin təşkili həm də ölkəmizin ərzaq və qida təhlükəsizliyinin təmin olunmasını səciyyələndirir. Özəl xidmətə keçiddən sonra baytarlıq mütəxəssislərimiz sağlam rəqabət mühitində çalışacaqlar. Bu rəqabət mühiti onlara öz bilik və bacarıqlarını daha da inkişaf etdirmək, müasir standartlara uyğun xidmət keyfiyyətlərinə sahib olmaq zərurəti yaradacaqdır. Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlərin icrasını xidmətin müqavilə əsasında özəl baytar həkimlər icra edəcək. Baytarların göstərdiyi xidmətlər əsasən iki hissəyə ayrılır. Birinci tərəf ondan ibarətdir ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər. İkinci istiqamət isə ondan ibarətdir ki, təsərrüfat sahibləri tərəfindən, yəni fermerlərin, heyvan sahiblərinin öz vəsaitləri hesabına həyata keçirdikləri tədbirlər. Təbii ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir və bu istiqamətdə özəl baytarlarla müvafiq müqavilələr imzalanacaq, onlar öz xidmətlərini icra edəcəklər. Buna paralel olaraq isə təbii ki, fermerlərimizdə baytarlarla onlara lazım olan istiqamətlər üzrə müvafiq müqavilələri imzalayıb, razılaşmaları əldə edib öz xidmətlərini əldə edə bilərlər. Özəl baytar həkimlər hansısa təhlükəli xəstəlikdən şübhələndiyi zaman rayon baytarlıq idarəsinə məlumat verməli və hansısa fövqəladə tədbirlər zamanı köməklik göstərməlidir. Daha keyfiyyətli baytarlıq xidmətinin təşkili nəticəsində ölkədə mövcud olan xüsusi təhlükəli xəstəliklərin sayı və heyvandarlıq sahəsinə dəyən iqtisadi zərər azalacaq. Ölkədə baytarlıq təcrübəsinin inkişaf etdirilməsi üçün qeyri-kommersiya qurumu baytarlıq statuar orqanının yaradılması da nəzərdə tutulur. Bugün peşəkar baytarlara da tələbat çoxalıb. Bizim baytarlıq fakültəsində, Aqrar Universitetinin baytarlıq fakültəsində hazırlanır və Mirzə mənim xüsusilə qeyd elədi. Orada məzun yarmarkaları keçirdik. Biz hətta bu pandemiya dövründə belə biz onlayn məzun yarmarkası keçirdik. Baytarlıq fakültəsi və aqronomluq fakültəsini qutaran uşaqların 95%-i anında o məzun yarmarkasında yer tapır. Çünki ehtiyac var. Və təbii ki, bu sayda baytarın yetişməsi üçün 5-10 il vaxt lazımdır. Amma bu 5-10 ili də əvvəlki tədris sisteminə uyğun olaraq mütəxəssis hazırlığını aparmaq bizim indi tətbiq elədiyimiz özəl baytarlıq sistemindən tam uyğun gəlmir. Ona görə də Pribaltika ölkələrinin, Baltikyanı ölkələrinin təcrübəsi nəzərə alınaraq yeni kurikulum hazırlanır və kurikulum əsasında baytarlıq mütəxəssisləri hazırlanacaq. Qeyd olundu ki, heyvanların identifikasiyası və qeydiyyat sisteminin yaradılması prosesi davam etdirilir. 2021-ci ilin sonuna kimi bu sahədə proqram təminatı sınaqdan keçiriləcək. Pilot layihə olaraq Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu ərazisində 2022-ci ildən etibarən isə bütün ölkə ərazisində tətbiq edilməsi nəzərdə tutulub. Həmən heyvan mənşəli məhsulların Avropa Birliyi ölkələrinin ixracında da identifikasiyanın çox böyük mühüm rolü var. Belə ki, identifikasiya bizdə heyvanlar haqqında bütün məlumatları özündə əks elətdirəcək. Heyvanın doğum anından və ölkəyə idxal olunduğu andan onun hər hansı bir xəstəliyə tutulduğu, eyni zamanda hansı vaksinasiyanın həyata keçirildiyi, vaksinasiyadan sonra həmən də preparatların bədəndən çıxarılma vaxt müddətinə qədər bütün məlumatlar identifikasiya məlumatlar sisteminin üzərində qeyd olunacaq. Bununla bağlı ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma arealının mütəmadi monitorinqləri aparılır, seroloji sorğular keçirilir, habelə karantin rejiminin tətbiqi ilə əlaqədar heyvan təsərrüfatlarının fəaliyyətinin məhdudlaşdırılması və ya təkmilləşdirilməsi istiqamətində işlər aparılır.